Şahbuz rayon İcra Hakimiyyətində 2026-cı ilin yaylıq mövsümü üçün təsdiq edilmiş qrafikə uyğun olaraq oba sakinlərinə səhiyyə, baytarlıq və ticarət xidmətləri təqdim olunub. Səyyar xidmət Keçəldağ, Adsız yurt, Qanlıgöl, Daylaqlı yurt və Kəl yurdu obalarını əhatə edib. Gün ərzində sakinlərin tibbi müayinələri aparılıb, heyvanlara baytarlıq xidmətləri göstərilib, həmçinin onların gündəlik tələbatlarının ödənilməsi məqsədi ilə ticarət xidməti təşkil edilib. Mal-qara bu dəqiqə Şahbuz rayon yaylaqlarına qalxıb, biz baytar həkimləri daimi o yaylaqlarda oluruq. Onların heyvan malı saxlanılan sahibkarlarla daimi əlaqə saxlayırıq. Onların nə kimi problemləri var, onlarla maraqlanırıq, söhbətlər aparırıq. İndi havalar çox isti keçir. Sahibkarlara məsləhətimiz odur ki, lazımi yerlərə, heyvanları sərin meh yerlərə qaldırsınlar. Əgər bir problem olsa bizə müraciət eləsinlər. Bugünkü gündə heç bir çətinlik yoxdur. Şahbuz rayon İcra nümayəndəsindən, baytarlığından gəliblər. Bizim fermeri heyvanları yoxlayırlar. Hər şey öz qaydasındadır. Bütün tədbirləri görürlər. Hər şey razılığına razıyıq. Keçirilən səyyar xidmət yaylaq ərazilərində yaşayan və heyvandarlıqla məşğul olan vətəndaşların dövlət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, onların sosial rifahının yaxşılaşdırılmasına və yaylaq mövsümündə yaranan ehtiyaclarının operativ şəkildə qarşılanmasına töhfə verib. Sahil Əliyev, Təxminə Babayeva, Əfqan Hüseynov, NTV Xəbər.